Salam, hər birinizi xoş gördük balaca birincilər. Sizinlə birinci sinif Azərbaycan dili dərsliyimizin ikinci hissəsində olan artıq ümumiləşdirici təkrar bölməsindəyik. Gəlin, keçək sizlə tapşırıqlarımıza. Şeiri oxuyun, suallara cavab verin. Sularında üzür gəmi, qara nefti bulaq kimi. Qucağında sıx buruqlar, ucalıblar qatar-qatar. Üstündə var Polad şəhər, nə gözəldir bizim Xəzər. İlyas Tapdığın şeiridir bu. Müəllif İlyas Tapdıqdır və suallarda bizə deyir ki, nöqtələrin yerinə uyğun gələn sözü artırıb son misrasını dəftərinizdə yazın. Və mən də bayaq dedim, bundan əvvəlki dərsimizdə öyrəndiymişdik ki, Polad şəhər Xəzər dənizinin içərisində olan neft daşları idi. Ona görə burada bizim doğru cavabımız Xəzərdir. Bu hissəyə də Xəzər yazılmalıdır. Şair Polad şəhər deyəndə nəyə nəzərdə tutur? Həmin şəhərin adını dəftərinizdə yazın. Uşaqlar, biz sizlə neft daşları mətnində möcüzəvi şəhər var idi və suyun dərinliklərində Xəzər dənizinin ortasında bir ada var idi. Möcüzələr adası deyirlər ona. Orada polad dirəklərdən suyun içərisində bir şəhərcik salınmışdı, hansı ki orada neft daşları çıxırdı. Ona görə də o şəhər həm də Polad şəhər adlandırırlar. Bunu dəftərinizə qeyd edə bilərsiniz. Keçək bir tapşırığına baxaq. Burada bizə nə deyir uşaqlar? İzahları oxuyun, sözlərlə uyğunlaşdırın. Sözlərimiz Arena muzey eksponatdır. Gəlin baxaq. Muzeylərdə nümayiş etdirilən əşya nədir? Muzeylərdə nümayiş etdirilən əşyaya eksponat deyilir. Bunu burayla da birləşdirə bilərsiniz və yaxud da belə eksponat sözü yaza bilərik. Sonra ikinciyə baxırıq. Tamaşa göstərilən, yarış keçirilən, konsert verilən yer. Biz bunu Zöhrənin qələbəsi mətnində idman arenasında öyrənmişdik. Bura arena sözü yazılmalıdır. Üçüncü, qədim əşyaların qorunduğu və nümayiş etdirildiyi yerə isə muzey deyilir. Ümid edirəm ki, siz də müxtəlif tarixi və muzeylərimizdə iştirak eləmisiniz və orada Azərbaycana aid olan qədimi əşyaların nümayişini, eksponat kimi saxlandığını görmüsünüz. C variant, D tapşırığına baxırıq. Hansı sözlər böyük hərflə yazılmalıdır? Biz bilirik ki, cümləmiz həmişə böyüklə başlayır. Cümlə böyüklə başlayanda bütün sözlərlə böyüklə başlamalıdır. Hansı sözlə başlayırıqsa, fərqi yoxdur, xüsusi isimdir, ümumi isimdir, biz onu böyüklə başlayırıq. Amma bəzən elə sözlər var ki, onlar xüsusi isimlərdir. Cümlənin ortasında da gəlsə, sonunda da gəlsə, biz onu böyük hərflə yazmalıyıq. Bunlar insan adlarıdır, yer adlarıdır, şəhər adları, çay adları, ölkə adları və s. Gəlin baxaq. Göl sözü ümumi isimdir. Şahdağ sözü xüsusi isimdir. Dağa verilmiş addır. Şahdağı aldıq dairəyə. Bu böyünə yazılmalıdır. Xocalı bizim işğaldan azad olunmuş rayonumuzun, şəhərimizin adıdır. Xocalı şəhəri. Sonra el-oba, məskən, bunlar kiçik hərflə yazılır. Çünki xüsusilikləri yoxdur. Şuşa təbii ki, bizim şəhərimiz, Şuşa şəhəri böyük hərflə yazılmalıdır. Dəniz xüsusi ismi yoxdur. Sadəcə olaraq ümumi isim kimi verib balaca ilə. Göygöl xüsusi isimdir. Şamaxı xüsusi isimdir. Gəncə xüsusi isimdir. Xəzər dənizimizin adıdır. Quba. Şəhər ölkə isə kiçik hərflə yazacaq. Çünki onlarda xüsusi isim deyil, ümumi məna verir. C tapşırığına baxacaq. Nöqtələrin yerinə uyğun gələn hərfi seçin və dəftərinizə köçürün. Deməli, məşqçi deyəndə K ilə deyirəm, amma yazanda Q olmalıdır. Mən Q-nu ala bilmədim. Məşqçi, bu birinci. Və burada Q yazırıq, köçüdürük dəftərimizə. Rəqib, rəqib deyə bilərik, amma yazanda rəqiblə yazırıq. Bayraq deyə bilərik, amma bayraq sözün düzgün yazılışıdır. Üzük deyə bilərik, amma sözün düzgün yazılışı üzük sözüdür. Polad sözündə də yazılışı düzgün D hərfinə olmalıdır. D tapşırığı uşaqlar sərbəst işdir. Daha doğrusu siz bunu evdə yazmalısınız. Amma təlimat verib bizə. Təlimatda kimdən kimə? Sizdən, yəni öz adınızı, soyadınızı qeyd edirsiniz. Bir əskərə yazırsınız. Əskərə əvvəlcə salamınızı bildirirsiniz, ardınca isə özünüz haqqında məlumat verirsiniz. Sonra sizi maraqlandıran, onun döyüşdə göstərdiyi fəaliyyətmi, cəsurluqmu, keçirdiyi həyəcanmı, sizə nə maraqlı gəlirsə, o sualını verib soruşa bilərsiniz. Sonra isə həmin əskərə arzu və istəklərinizi bildirib, vətən mövzusunda bir rəsm çəkib, bir bayraq şəkil çəkib, bir əskər şəkil çəkib, fərq etməz. Onu bir zərfə qoyub və zərfin də üzərində ünvan, tarix və s. qeyd edə bilərsiniz. İndi biz sizlə keçirik yeni bir fəslimizə, yeni bir bölməmizə. Burada bölməmizin adı yaxşı nədir, pis nədir? Gəlin şəkillərə baxaq və şəkillər üzərində suallarımıza cavab verək. Obrazların hərəkətlərinə münasibət bildirin. Biz baxırıq oğlanın hərəkətinə. Oğlan nə edir burada?
balaca bir heyvana, yəni toplan deyək, məstan pişiyəndə toplan deyək, alabaş böyüdü. Toplan deyək elə balaca. Toplana yem verir. Deməli, neyniyir? Heyvanlara mərhəmətli davranır. Heyvanlara qarşı qayğı göstərir. Sonra burada nə var? Pişik məstandır, balalarını yığıb ətrafına, bir ana necə öz övladlarını müdafiə edirsə, o da onun kimi öz balalarını qoruyur. Sonra burada görürsünüz, ilan qaranquşun yuvasında balalarını yemək üçün ağaca çıxır və qaranquş ilandan qorxmadan onun üzərinə hücum eləyir. Burada yenə bir ana obrazının övladlarını, balalarını qorumasını nümayiş etdirir. Biz indi baxacağıq dərsliyimizin 44-cü səhifəsində elə ana məhəbbətinə. Ana məhəbbətində görürük, şəkillər əsasında bizə deyir ki, Şəngül, Şüngül, Məngül nağılını danışın. Şəngül, Şüngül nağılı uşaqlar. Biz uşaqlıqdan bu nağılla böyümüşük və hər birimiz bu nağılları bilirik. Biri varmış, biri yoxmuş. Bir keçi varmış. Keçinin 3 balası varmış. Məsələn, birinin adı Şəngülüm, birinin adı Şüngülüm və birinin də adı Məngülüm. Bu keçi hər gün meşədə otlayar, çöldə gəzər, balalarına boynuzunda ot, ağzında su, döşündə süd gətirərmiş. Astanada dayanıb qapını döyər və uşaqlar soruşanda ki, kimmiş? O da deyər, Şəngülüm, Şüngülüm, Məngülüm, aç qapını, mən gəlim. Ağzımda su gətirmişəm, döşümdə süd gətirmişəm, boynuzumda ot gətirmişəm və sonra bir gün qurd ananın dediyi bu ipucu olaraq bu şeiri öyrənir. Sonra ana getdikdən sonra qurd gəlib qapını döyür və həmin şeiri təkrarlayır. Uşaqlar da anaları olduğunu zənn eləyib qapını açırlar. Qapını açan kimi də nə olur? Qurd çəpişlərə hücum eləyir və onları neyniyir? Udur, yeyir, udur, ilişdirir boynuzuna və s. fərqi yoxdur. Sonra da ana keçi gəlir, görür ki, balaları Məngülüm yoxdur və ağlamağa başlayır uşaqlar və nəticədə aydın olur ki, qurd aparıb. Ana da deyir ki, ana gedir axtarır. Kimin yanına gedir? Tülkünün yanına gedir. Sonra ondan soruşur. Görür ki, yox. Ondan sonra dəmirçiyə gedir, deyir, mənim buynuzlarımı itilə, qılınc kimi olsun. Sonra gedir, neyniyir? Canavardan, yəni qurddan öz hayfını alır. Deyir ki, qurd qışqıranda ki, vay qarnım var. Keçi deyir, mən gülümü yeməyəydim, vay qarnım deməyəydim. Və nəticədə xain qurd ölüb, ana öz balasına qovuşur. İndi keçək mətnimizə. Deyir, mətni oxuyun, ana pişik və ana keçi obrazlarını müqayisə edin. Ana keçi obrazını mən sizin üçün nəql elədim. İndi ana pişiyə baxırıq. Ana pişik və balaları ağacın altında dincəlirdilər. Bu vaxt bir qaraquş aşağı endi. Balalardan birini caynağına aldı. Bu zaman ana pişik cəld onun üstünə atıldı. Onların arasında ölüm-dirim savaşı başladı. Pişik taqətdən düşürdü. Birdən balalarını xatırladı. Son qüvvəsini topladı, var gücü ilə qaraquşun boğazından yapışdı. Qaraquş anladı ki, fədakar anaya gücü çatmayacaq. Bir təhər canını qurtarıb havaya qalxdı. Əldən düşmüş pişik öz balalarına yaxınlaşdı. Balalar xilaskar analarına qısıldılar. Gəlin əvvəlcə söz boğçasına baxaq. Söz boğçasında caynaq sözü var. Caynaq nədir? Heyvanların və xüsusilə də bəzi vəhşi heyvanların, quşların çox iti dırnaqları olur. Ona caynaq deyirlər. Taqət nədir? Taqət dözüm, güc qüvvət. Yəni taqətdən qalmamaq, gücü qalmamaq, taqətin olmaması gücünün bitməsi deməkdir. Fədakar. Fədakar odur ki, başqalarına görə özünü qurban verir. Hər kəsə kömək eləməyi sevən insana fədakar deyirlər. Qısılmaq, yəni sıxılmaq, qucağına soxulmaq, bax bu mənada. Qısılmaq və ya səsin qısılması. Burada ama səsin qısılması deyil, balaların anasına sığınmasıdır. Mətnimizi, söz boğçasını bitirdik. İndi gəldik ikinciyə. Gələk ikinci buna da baxaq. Məsələn, balalarını da sizlə birlikdə gəlin işləyək bunu da. Deməli, şeiri oxuyun, tanış olmayan sözləri dəftərinizdə qeyd edin. Uşaqlar, yəqin ki, siz də pişiyi sevirsiniz və hər birimizin də evində yəqin ki, pişiyi var mənim şagirdlərim kimi. Məstan və balaları. Gəlin başlayaq, oxuyaq şeirimizi. Sevil bağa köçəndə Məstanı da apardı. Bağı görəndə Məstan görünə tufan qopardı. Gah ağaca dırmaşdı, gah divara dırmaşdı, gah damın üstə çıxdı, gah da çəpəri açdı. Qovdu ağ kəpənəyi, yoldu otu çiçəyi. Məstan təzə yerlərdə özünə yurt salmışdı.
3 balası səbətdə yuxulayıb qalmışdı. Baxırıq birinci söz boğçasına. Söz boğçasında tufan sözü var. Güclü külək. Güclü külək olanda ona tufan deyirlər. Təbii ki, bu bizim şeirimizdəki fikirlə eyni deyil, amma mən tufanın ümumi mənasını izah edirəm söz boğçasının. Çəpər nədir? Çəpər hər hansısa bir sahənin, bağın ətrafına çəkilən bir qoruyucu çəpər, maneə, bir sərhəd deyək də budur. Yolmaq yəni qopartmaqdır. Bir şey kökündən dartırsan, qopardırsan onu. Ot yolmaq məsələn. Səbət nədir? Əşyaları qoymaq üçün bir qabdır. Adətən həmin o səbət həsirdən, qamışdan hörülmüş olur. İndi biz baxırıq nəyə? B-yə. B tapşırığında bizə deyir ki, tufan nədir? Mən tufanın izahını verdim ki, güclü küləkdir. Və tufan qopanda uşaqlar, külək yeri tərtəmiz belə deyək, silir, süpürür, küncü, bucağı, müxtəlif zibilləri, otları yolur, müxtəlif yerdən hər hansısa bir uzun bir məsafəyə sürtdüyüb yel, külək vasitəsilə aparır. Amma burada bizə deyir ki, məstan tufan qopardı ifadəsini necə başa düşürsünüz? Burada tufan qopardı, məstan külək yaratmır. Necə ki, külək güclü tufan gələndə hər yeri dağıdır, tökürsə, məstan da tufan qoparmasını o mənada bizə verir ki, məstan yəni bağı yaman günə qoydu, dağıtdı, tökdü bağı. Bu mənada verir. İndi C tapşırığına baxırıq. Deyir, hansı şəkildəki təsvir şeirdə əks olunub? Burada hansını bağda Sevil bağı məstanı da apardı, görünə tufan qopardı. Burada baxırıq biz şəkillərə. Aha, məstan neynir? Gülü qopardır. Məstan gülü qopartmağı elə bizim mətnimizə aiddir. Qovdu ağ köpənəyi, yolda otu çiçəyi. Şəklimizə aid olan, şeirimizə aid olan budur. Və bizə deyir ki, şeiri öz sözlərinizlə nəql edin. Sonuncu tapşırıqdır bu. Şeiri öz sözlərimizlə nəql eləmək nə deməkdir? Belə deyim uşaqlar, mən sizə bunu rahat dildə deyim. Uşaqlar şeiri əzbərləyirlər. Şeiri əzbərləyəndən sonra artıq onu nağıl formasında, yəni nəzmi nəsrə çevirməkdə çətinlik çəkirlər. Amma mən sizə belə bir ipucu verim ki, uşaqlar, şeiri hansı ki biz öyrənirik, öyrənmədə çətinlik çəkib öz sözlərimizlə düzəltməyə çalışırıq. Elə o formada desəz, o artıq nağıldır. Deyirik, Sevil bağa köçəndə məstanı da apardı. Bunu biz öz sözlərimizdən belə deyirik. Günlərin bir günü, və yaxud da belə başlayaq da mətn kimi. Biri vardı, biri yox idi. Sevil adında çox mehriban bir qız var idi. Qızın Məstan adlı bir pişiyi var idi. Bir gün günlərin birində Sevil bağa köçürdü. Həmin pişiyini də özü ilə aparmışdı. Amma Məstan bağı görəndə özünü itirdi. Bağda aləmi qatdı bir-birinə. Birdən ağaca çıxdı. Ağacın başına dırmaşandan sonra çıxdı çəpərin üstünə, oradan damın üstünə və öz balalarından bixəbər, səbətdə qoyduğu balalarını düşünmədən, onları unudaraq, bağçada, çəmənlikdə olan, yəni orada çəmənlikdə, çayırda olan bütün otları, çiçəkləri qopartdı və öz gəzintisindən zövq alırdı. Məstan Sevilin gəldiyi bu bağda, bu təzə yeri özü üçün yurt kimi, özünə yeni vətən kimi qəbul eləmişdi və başı qarışıb özünün balaca balalarını da səbətdə unutmuşdu. Şeirimizin müəllifi Nigar Rəfibəyli, şeirimizin adı Məstan və balalarıdır. Bugünlük bu qədər kifayətli uşaqlar. Bunun ardınca mən iş dəftərinin izahını verəcəm və təbii ki, növbəti izahlı videolarımızda da bağdakı quyu, ardınca digər mətnlərimizə aid olan tapşırıqlar üzərində də izahlarımızı verəcəyik və sizinlə birlikdə işləyəcəyik. Hələlik uşaqlar.